Götürdü deyir, evdən çıxardır cənazəni. Küçədə deyir, Zeynəb, balaca idi də Zeynəb. Qaça-qaça gəldi, ağlaya-ağlaya deyir, zülmət gecə, ana gedirsən hansı mənzilə? Qal bu gecəni bizi ilə, gündüz barı düşüyola. Ana gecə evvə qayıdır hamı, sən hara gedirsən bizi tərk eləyib gecə vaxtı? Deyir, Zeynəbin bu ağlamağı məcbur elədi, əli cənazəni qoydu yerə. Gəldi o balaca qızını qucağına aldı, nazın çəkdi. Dedi, qızım sən belə ağlasın, mən o bir uşaqları sakit eləyə bilmərəm. Anon Fatimə qardaşları sənə tapşırıb, baxma ki sən balacasan, onlara analıq sən eləməlisən. Deyir, qoy gedim gəlim, oturub ağlayarıq Anon Zəhraya. Qaytardı xanım Zeynəbi. Mən dəfnin danışıram tarixdən, heç nə əlavə eləmək istəmirəm, heç nə. Tarix necə yazıb elə. Deyirlər, özü götürdü, qoydu xanım Zəhranı qəbrə. O qədər xanım arıqlamışdı, o qədər bədəni zəifləmişdi. Özü götürdü, qoydu, deyir, bir yerdən torpaq götürür, oğucu ilə tökür Həzrət Zəhranın cənazəsinin üstünə. Torpaqla örtdü üstünü. Tarixdə belə yazırlar, deyir, əlini torpaqdan çəkəndə dünyanın qəmləri ona hücum elədi. Adam bir işlə məşğul olanda başı qarışaraq elədi. Elə işi tamamladı, işi başa çatanda qəmlər hücum elədi ona. Elə ki ayrıldı, əlini ayırdı torpaqdan, hiss elədi ki tək qalıb, adamsız qalıb. Fatiməsizliyi hiss elədi həmin məqamda. Yazırlar ki, və ərsələt dumu'ahu alə xəddəy. Deyir, birdən sel kimi gözündən yaş axmağa başladı. Elə bil Əliyə birdən indi təzdən çatdı ki, Fatiməni itirib. İş o qədər çətin idi ki, deyirlər, qəbrin yanında 2 rükət səbir namazı qıldı. Allahın səbir dağı özünə səbir istədi Allahdan.